Salam. Baxın, bəzi onlayn fəlsəfələr var ki, qadın bakirəliyini çox, necə deyim, qiymətli bir resurs kimi görürlər. Hə, elədir. Amma sonra baxırsan, məsələn, ABŞ statistikasına, deyir ki, 22 yaşına çatanların demək olar 90%-i artıq ilk cinsi təcrübəsini yaşayıb. Bəli, böyük fərq var. Məhz bugün sizinlə bu ziddiyyətli mövzunu, yəni bakirəliyin fərqli kontekstlərdəki mənasını, dəyərini araşdıracağıq. Əlimizdə Red Pill kimi düşüncələrdən tutmuş, 17-ci əsr Bavariya tarixinə, müasir rəqəmlərə qədər mənbələr var. Gəlin baxaq görək bu fərqli baxışlar bizə nə deyir əslində. Həqiqətən də. Yanaşmalar çox kəskin fərqlənir və bu fərqlilik özü göstərir ki, mövzu nə qədər mürəkkəbdir. Yəni, bir tərəfdən baxırsan, sosial strateji dəyər kimi görürlər, digər tərəfdən isə bu sadəcə bir statistika ya da tənqid olunmalı bir sosial konstrukt kimi, yəni cəmiyyətin uydurduğu bir şey kimi qəbul edilir. Gəlin elə o strateji dəyər məsələsindən başlayaq. Red Pill fəlsəfəsi deyir ki, qadın bakirəliyi yüksək cinsi bazar dəyəri SMV, Sexual Market Value olan bir şeydir. Onların fikrincə bu dəyər hardan gəlir? Niyə belə düşünürlər? Baxın, bu fəlsəfəyə görə bakirəlik bir neçə, belə deyək, əsas səbəbdən dəyərli sayılır. Birincisi və bəlkə də ən vacibi, paternitetin təhlükəsizliyi məsələsidir. Yəni atalıq məsələsi. Bəli. Yəni kişinin doğulacaq uşağın həqiqətən onun öz övladı olduğuna dair əminliyi. Bu, təkamül psixologiyası baxımından çox önəmlidir onlar üçün. İkincisi, deyirlər ki, əvvəlki partnyorların emosional yükü olmur. Və ilk partnyorla, yəni bəzən ilk alfa deyirlər ona, daha güclü, qırılması çətin bir bağ qurma ehtimalı yaranır. Üçüncüsü, nadirlik faktoru. Yəni, az olan şey daha dəyərli olur prinsipi. Anlaşıldı. Strateji yanaşma. Bəs bu təkcə müasir onlayn cərəyanlara aiddir, yoxsa tarixdə də oxşar düşüncə tərzinə rast gəlmək olar? Əslində, oxşar motivləri tarixdə də görürük. Amma bəzən fərqli məqsədlərlə. Məsələn, Ulrike Strasser var, tədqiqatçı. Onun araşdırmasına görə 17-ci əsr Bavariyasında Kurfürst 1-ci Maksimilian. Həmin o hökmüdar. Bəli. O, bakirəliyi dövlət idarəçiliyində nizam-intizam yaratmaq üçün bir master metafora kimi istifadə edib. Yəni, onun düşüncəsində dövlətin sərhədləri, qaydaları necə qorunursa, beləcə də qadının bədəni, ailənin sərhədləri bakirəliklə qorunmalıydı. Bu, onun üçün cəmiyyətdə, ailədə nizam-intizamın bir simvoluydu. Hətta Münhenin evlilik bürosu gəlinin bakirə olmasını vacib şərt kimi qoymuşdu. Doğrudan. Bəli. Məqsəd həm patriarxal ailəni gücləndirmək idi, həm də onların fikrincə qeyri-qanuni doğumların qarşısını almaq. Amma bunun bir mənfi tərəfi də oldu. Əlavə maliyyə tələbləri ilə birlikdə bu siyasət evliliyi kasıb təbəqə üçün demək olar ki, əlçatmaz etmişdi. Deməli, belə çıxır ki, istər müasir fəlsəfələrdə olsun, istərsə də 100 illər əvvəlki dövlət siyasətində bakirəliyə bir növ sosial nəzarət vasitəsi ya da strateji dəyər kimi baxılıb. Yaxşı, bəs bugünkü reallıq, statistikalar nə deyir? Bu ideyalar real həyatla nə dərəcədə üst-üstə düşür indi? Baxın, ABŞ Xəstəliklərə Nəzarət Mərkəzinin, yəni CDC-nin məlumatları var heteroseksual cütlüklər üzrə. Və bu məlumatlar tamamilə fərqli bir mənzərə yaradır. Necə yəni? Amerikalıların təxminən yarısı ilk cinsi təcrübəsini 16-20 yaş aralığında yaşayır. Təsəvvür edin, yarısı. 22 yaşına qədər isə əhalinin artıq 90%-i bakirə olmur. 90%. Bu çox yüksək rəqəmdir. Bəli, çox yüksəkdir. Yaş artdıqca isə ilk təcrübə ehtimalı kəskin şəkildə azalır. Məsələn, 43 yaşında bakirə olanların nisbəti cəmi 4% civarındadır. Başqa sözlə desək, statistik baxımdan gənclər arasında cinsi təcrübənin olması bu artıq istisna deyil, normadır. Bu statistika əlbəttə Red Pill fəlsəfəsi ilə kəskin şəkildə ziddiyyət təşkil edir. Bəs bu fəlsəfənin tənqidçiləri nə deyir? Əsas arqumentləri nədir? Və fəlsəfənin öz içində də fikir ayrılıqları, ziddiyyətlər varmı? Əlbəttə, tənqidçilər çoxdur və çox sərt tənqid edirlər. Xüsusilə feminist və psixoloji yanaşma tərəfdarları deyir ki, bakiliyə bu qədər fokuslanmaq qadınları obyektivləşdirir. Yəni əşyalaşdırır. Bəli, bir əşya kimi dəyərləndirir, həmçinin cinsi stigmaya, yəni damğalanmaya səbəb olur və köhnəlmiş patriarxal dəyərləri gücləndirir.
Jessica Valenti kimi yazarlar var, onlar bunu qadının dəyərini ancaq onun cinsi keçmişi ilə ölçən zərərli bir sosial konstrukt adlandırır. Amma maraqlıdır ki, Red Pill düşüncəsinin öz içində də bəzi fərqli, necə deyim, çalar var. Məsələn, Rollo Tomasi kimi tanınmış ideoloqları var. Onlar belə etiraf edir ki, bakirəlik mütləq əxlaq göstəricisi deyil. Tomasi hətta kişilərə bəzən məsləhət görür ki, bakirə qızların ilk partnyor olmaqdan çəkinin. Niyə ki? Çünki o düşünür ki, həmin o ilk alfa ilə yaranan güclü emosional bağ gələcək münasibətlərə mənfi təsir edə bilər. Digər tərəfdən bəzi tərəfdarlar var ki, qadının keçmiş partnyor sayına, buna N sayı deyirlər, yəni number, o qədər şübhə ilə yanaşırlar ki... Şübhə. Bəli, şübhə. Hətta atalığı təsdiqləmək üçün DNA testi etməyi məsləhət görürlər. Yəni, baxın nə qədər fərqli yanaşmalar var, hətta bir cəryanın içində. Deməli, beləliklə qarşımızda çox mürəkkəb bir mənzərə yaranır. Bir tərəfdə bakirəliyi, strateji, simvolik bir dəyər kimi görən fəlsəfələr, tarixi təcrübələr var, daha az rastlanan bir hal olduğunu göstərən faktlar və bu konsepsiyanı ümumiyyətlə zərərli hesab edən tənqidi baxışlar. Bütün bu fərqli prizmaları, yəni baxış bucaqlarını nəzərə alanda, istər-istəməz insan düşünür. Görəsən, bu tarixi paralellər, bu müasir ideologiyalar, statistik reallıqlar sizin şəxsi münasibətlərə baxışınıza, dəyərlərinizə necə təsir edir? Və sizi sonda düşünməyə vadar edəcək, belə deyək, bir sual da buraxaq. Statistik olaraq bəlkə də əhəmiyyəti azalsa belə, bakirəlik anlayışı, yəni bu ideya özü, müasir dövrdə münasibətlərimizi və bir-birimizdən gözləntilərimizi hələ də nə dərəcədə formalaşdırır? Bu sualla sizi baş-başa buraxırıq.